Prezident İlham Əliyevin Danimarkaya işgüzar səfəri Azərbaycanın Avropa ilə siyasi dialoqunun və beynəlxalq əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Avropa Siyasi Birliyinin zirvə toplantısında iştirakı isə ölkəmizin qlobal proseslərdə fəal rolunun bariz göstəricisidir. Bu barədə öz fikirlərini siyasi şərhçi Azər Həsrət İki Sahil TV-yə açıqlamasında bildirdi. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin növbəti toplantısına dəvət edilməsi və bunun üçün Danimarkaya getməsi əlbəttə ki, həm Azərbaycan, həm də onunla bu və ya digər şəkildə bağlı olan ölkələrdə diqqətlə izlənilir. Hər şeydən öncə onu xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan prezidentinin bu cür möhtərəm tədbirlərə dəvət edilməsi təsadüfi deyil. Yəni Azərbaycan dövlətinə, təbiidir ki, onun liderinə qlobal səviyyədə ciddi ehtiyac var. Özəlliklə də Azərbaycan prezidentinin Amerika prezidenti Donald Trumpla görüşü və o görüşdə göstərilən hörmət, qarşılıqlı səmimi münasibətlər əlbəttə ki, dünyanın diqqətini cəlb etməmiş deyil. Bu baxımdan Azərbaycan prezidentinə maraq daha da artıb, ona ehtiyac daha da artıb və məhz ona görə də onu bu cür tədbirlərə dəvət edirlər. Bu sadəcə olaraq tədbirdə iştirak etmək üçün deyil, eyni zamanda bilirsiniz ki, belə səfərlərdə Azərbaycan prezidenti ilə görüşmək istəyənlər həddindən artıq çox olur. Bu dəfə də biz əminik ki, prezidentin bu səfəri olduqca zəngin olacaq. İki tərəfli, çox tərəfli görüşlər, danışıqlar, razılaşmalar, bu və ya digər şəkildə təbii ki, şifahi razılaşmalardan söhbət gedir. Yəni bunların hamısını biz bu günlərdə görəcəyik. Bir digər tərəfdən də onu nəzərə almalıyıq ki, Azərbaycan Avropa Siyasi Birliyinin növbəti toplantılarından birini Azərbaycanda təşkil edəcək. Yəni bunun özü də əslinə qalanda Azərbaycan dövlətinə, onun rəhbərinə etimadın daha bir göstəricisidir. Yəni bütün bunları ümumiləşdirərək belə deyə bilərik ki, Azərbaycan prezidentinin Danimarka səfəri olduqca zəngindir, zəngin də olacaq və əlbəttə ki, Azərbaycanın daxili və xarici siyasi gündəmi baxımından çox əhəmiyyətlidir. Yəni biz dünyaya inteqrasiya yolu tutmuşuq, özəlliklə də Avropaya inteqrasiya yolu tutmuşuq və belə səfərlərdə də bu inteqrasiyanın daha da dərinləşdirilməsi üçün yeni imkanlar yaranır. O imkanlardan da əlbəttə ki, Azərbaycan dövləti və onun rəhbəri uyğun şəkildə istifadə edib, bundan sonra da edəcək.